Hər vaxtınız xeyir olsun gənclər. Yeni bir kriptovalyuta videomuzda hər birinizi xoş gördük. Bu videomuzda sizinlə birlikdə ümumi olaraq Bitcoin analizlərinə baxacağıq. Yəni 2026 ərzində Bitcoinin dəyəri artarmı, azalarmı, xəbərlər nə deyir, analizlər nəyə göstərir? Bütün bunlara bir yerdə baxıb lazım olan məlumatları toplayarıq. Əvvəlcə mən sizə demək istəyirəm ki, məsələn TikTokda, Instagramda falan bəzi xətlər çəkib paylaşırlar, yaşıl, qırmızı və daha sonra deyirlər ki, bu xətlərə görə Bitcoinin dəyəri məsələn 80 minə qalxar və yaxud düşər 15 minə. O kimi xətlərə fikir verməyin. Mən 5 ildir bu işlə məşğulam. Yəni o xətlərdən hələ ki bir xeyir görməmişəm. Ümumiyyətlə heç istifadə eləməyi də xoşlamıram onlardan. Ümumiyyətlə sizə bir şey deyim ki, bu kriptovalyuta işində ən bahalı səhv başqasının planı ilə hansısa coinə pul qoymaqdır. Əgər hansısa bir coini almaq istəyirsinizsə, Bitcoin ola bilər və yaxud başqa bir coin. Özünüz araşdırma eləyib və lazım olan xəbərləri özünüz toplayıb bir plan qurmalısınız. Başlayaq videomuza. İlk olaraq mən bunu demək istəyirəm ki, analiz işində ya normal insanlar analiz eləyir, ümumiyyətlə kriptovalyuta ilə məşğul olan insanlar və yaxud da hər hansısa bir analitiklər, məsələn universitetlər, banklar və s. Bizim kimi normal kriptovalyuta alıb satan insanlar hesab edir ki, əgər bazarda dövriyyə getdikcə zəifləyərsə, dövriyyə zəiflər nə deməkdir? Məsələn, hal-hazırda bir çox insan kriptovalyutadan pullarını çıxardır, yatırım eləyir qızıla və s. yəni başqa səhmlər alır. Amma əvvəllər bir çox insan bütün pulunu Bitcoin alırdı, digər coinlərə yatırım eləyirdi. Yəni pul burada dövr eləyirdi. Amma hal-hazırda pulun müəyyən bir hissəsi artıq buradan çıxır, gedir başqa səhmlərə. Belə davam etsə, yay aylarına qədər, yay aylarında hətta Bitcoin dəyəri 35-40 minə qədər düşə bilər. Bunu normal kriptovalyutanı alıb satan insanlar təxmin edir. Amma bəzi araşdırma universitetləri, məsələn, ola bilər banklar və yəni sırf analitiklə məşğul olan qurumlar hesab edirlər ki, 2026-nın sonunda Bitcoin dəyəri 120-140 min arasında dəyişər. Yəni bunu bəzi böyük analitiklər hesab edir. Amma biz belə orta statistika ilə baxsaq, təbii ki 2026-nın sonunu deyə bilmərəm, amma mart-aprel ayları üçün elə mən yenə də 70 min təxmin edirəm Bitcoin dəyərini. Yəni 68-72 min arası deyək. Mart-aprel aylarında bu civarlarda dəyişər. Təsir edən amillər nələrdir? Ola bilər ki, birdən-birə dəyəri düşər və yaxud artar. Yəni bir çox xəbərlər Bitcoin dəyərini birdən-birə düşürüb artıra bilir. Və təbii ki, Bitcoin dəyəri qalxdıqca digər coinlərin dəyəri də qalxır. Bitcoin dəyəri azalanda digər bütün coinlərin dəyəri də azalır. Bunu hamımız bilirik. Proqnozlar dəyişkəndir və buna təsir edən amillər də Fedin qərarları olar, ETF, mikro xəbərlər olar. Yəni bu kimi hallar Bitcoinin dəyərinin artıb azalmasına təsir edir. Digər məlumata keçmədən əvvəl sizə KZX birjasını göstərmək istəyirəm. Hal-hazırda mənim də coin alıb satdığım birja budur, KZX. Və burada yeni istifadəçilər üçün 19 dollara qədər bonus var. Baxın, burada bir çox önəmli yerlər var, amma mən sizə bonusları göstərmək istəyirəm. Normal bildiyimiz birjadır, artıq günü-gündən də böyüməyə davam edir. Həcm də çoxdur burada. Videonun altına verdiyim linkdən qeydiyyatdan keçin. Daha sonra burada müəyyən tapşırıqlar var. Məsələn, hesabınızı doğrulayın, Twitter hesabını takip edin. Bu kimi şeyləri tamamlayıb 19 dollara qədər bonusu toplaya bilərsiniz. Və buranın ən önəmli üstünlüyü də pul çıxarışı zamanı komissiya yoxdur. Yəni istədiyiniz qədər coin çıxarırsınız, dollar, USDT falan və s. Komissiyasız göndərirlər. İstifadə edə bilərsiniz KZX birjasını. Qaldığımız yerdən davam edək. Mənim sizə verəcəyim məsləhət odur ki, düzdür, hamımız Bitcoin almırıq, amma ümumi analizimiz Bitcoin üzərindən olmalıdır. Biz məsələn 5 sent dəyərində olan bir coin alsaq belə, bizə Bitcoin lazımdır ki, Bitcoin dəyəri artacaqmı, azalacaqmı? Əgər Bitcoin dəyərinin artacağını fikirləşiriksə, tapdığımız coini rahatlıqla ala bilərik. Çünki biz əminik ki, Bitcoin dəyəri qalxacaq və bizim coinimiz də qalxır avtomatik. Ona görə Bitcoin analizindən başlamaq istedim sizə, məlumatları çatdırmağa. Və bu işi yeni başlayanlar üçün də belə bir şey deyim. Əgər yatırım eləyib pul qazanmaq istəyirsinizsə, yəni bura qoyduğunuz pul elə olsun ki,
gecə yatanda sizi narahat eləməsin. Məsələn, $500 pul qoyub, gecə yatanda da o pulu fikirləşəsinizsə ki, görəsən pulum batarmı, batmazmı? Yəni gündəlik həyatınıza o pul təsir eləyirsə, bu işə sırf o pulla başlamağın mənası yoxdur. Kənarda pulunuz varsa, əlavə yatırım eləyin. Sizi gündəlik narahat eləməyəcək bir pul. Müəyyən Twitterdə xəbərlər var. Çalışın o xəbərləri oxuyun. Məsələn, faiz qərarları ola bilər, ETF xəbərləri, böyük şirkətlərin və məsələn bank olar, dövlət qurumu olar, hətta böyük investorlar olar. Onların paylaşdığı hər hansısa kiçik bir cümləlik xəbər belə bura çox ciddi təsir edə bilər. Bitcoin dəyərini birdən-birə 30% artıra bilər, 50% azalda bilər. Hər hansısa bir xəbər. Yəni həmişə bunu nəzərə alın. Ona görə mən bütün videolarımda sizə demişəm. Bitcoin, digər bütün coinlər fərqi yoxdur. $10 yatırım elədiniz, $10.000 yatırım elədiniz, yenə fərqi yoxdur. Xəbərləri mütləq izləməlisiniz. Həm Telegramda, həm saytlarda, həm Twitterdə, hal-hazırki X sosial media platformu. Orada, lazım olsa YouTube'da, nə bilim Facebook'da, bütün yerlərdən xəbərləri izləməlisiniz ki, Bitcoinin dəyəri niyə artıb, niyə azalıb xəbəriniz olsun. Yəni coinin dəyəri düşübdür, həmən bunu alım, coin dəyəri qalxanda satım. Bu məntiq yoxdur. Yəni coin dəyəri niyə düşüb, birinci onu bilmək lazımdır ki, aşağıdan alaq. Ona görə mütləq xəbərləri izləyin. Coinin öz hesabını, onlar haqqında xəbər paylaşanları da izləyin deyəndə sizə demirəm, gedin həmin o belə xəttlər qoyub ki, bununla belə qalxacaq dəyəri. Onları izləməyin. İnvestorların hesabını, normal xəbər paylaşanları, yəni ciddi xəbər ki, məsələn, bu coin filan səbəbdən məsələn rəhbəri dəyişdi. Misal üçün. Belə şeylərə təsir edir. Yəni həmin o normal xəbər paylaşanları izləməlisiniz. Bitcoin analizlərini mən sizə qısa olaraq bildirdim. Yəni insanlar nə deyir, rəsmi xəbərlər nələrdir, analizlər neçə qiymət göstərir bizə. Məncə lazım olan məlumatları verdim. Sizi də çox yormaq istəmirəm. Məsələn, burada sizə başqa deyə biləcəyim odur ki, əgər videonu bura kimi izləmişsə təbii ki və B variantınız olsun. B variant nə demək istəyirəm sizə? Heç vaxt bütün pulla bir coin almırlar. Yəni əgər balansınızda $1000 varsa, bu $1000-ın 500-ünü əvvəlcə aldınız, tutaq ki, elə Bitcoin. $500 gəldiniz Bitcoin aldınız. Neçə minə? 66.000-ə. Balansınızda yenə qaldı $500 rezerv. Bitcoin dəyəri birdən-birə düşdü 55.000-ə. Düşdü də yəni bir dənə xəbər gəldi, düşdü. Balansınızda qalan $500-la yenə 300-ünə gəlirsiniz, yenə alırsınız Bitcoin. 55.000-ə aldınız. Artıq sizin zərəriniz çox da böyük fərq eləmir. Yəni Bitcoin biraz qalxanda ortalama eyni pulunuza gəlib çıxır. Yəni balansınızda həmişə rezerv saxlayın. Və B planının da yanında ikinci bir plan kimi də məsələn, yatırım elədiyiniz coin 20% artanda nə edirsiniz? 20% azalanda nə edirsiniz? Bunu da fikirləşin həmişə. Elə ancaq qazancı fikirləşməyin də ki, bu coini alım, dəyəri qalxsın, satım. Bir dənə də onun yanında fikirləşin ki, dəyəri bəs azalsa nə edeyim? Bunu fikirləşin. Ki, həmişə bir çıxış yolunuz olsun.